Bura Abşeron rayonunun Məhəmmədli qəsəbəsidir. Burada da beləsinə bir dənə haqq hesab var, su xətti. Buradan evlərə paylanılır. Burada çoxsun üzvləri bağlanılıbdır. Palçıqla torpaq dolur. Buradan hər kəs özü üçün xətt çəkibdir. Bura 20 ildir buradan hər kəs özünə su çəkir. İllegal xəttlərdir. Azərsu da gəlib maraqlanmır. Buradan da gedən xəttlər, altdan yeraltı sızma var, turbalarda zədələnmə var. Zədələnməni tapa bilmirlər, neçə gündür qazıblar. Buradan da bunu yaradıblar belənciyinə. Hər hansı bir sakindir, tanımıram. Da bağışlasın məni, evini çəkirəm. Evini su basıbdır. Buradan gedən xəttlərdə zədələnibdir, yeraltı, verir. Buradan bir dənə mərkəzi xətt çəkib, hər qapının ağzından bir dənə saçok verib, ev sakinlərə su vermirlər, hər özü üçün su çəkir. Bir plus da bu sudan istifadə edə bilmirlər. Çoxsunda turbalarında zədələnmə var. Evi su basıbdır. Evin altı təmiz sudur, ev suyun üstündədir. Sabah uçdu, gələ indi dövlət gələ, çarx deyib buduruna, ev. Hər yerdən çarx deyib. Niyə? Çünki ev suyun üstündədir. Gəlib maraqlanmırlar, düşünmürlər milləti. Bu bağırsaqları ləğv eləmirlər. Niyə? Çünki öz başına alıbdır. Polisə şikayət edirsən, polis də yaxın gəlmir. Polis gəlir, sakitcə durur, gedir. Deyir, mənlik deyir, Azərsu'nun problemidir. Azərsu'ya da zəng edirsən, Azərsu'da deyir, bizim maliyyə ayırmayıblar. Və yaxşı, nə qədər aylarla, illərlə, tonlarla sular satılır. Bunun gəlirinə ən azından bu işi görmək olmazmı? Olar. Niyə nalayiq yanaşırsınız siz işinizə qarşı? Niyə hörmətsizlik edirsiniz millətə? Belə şey mi olar?